Plenerimizin açılışını Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin Buzovna qayaları haqqında dediyi statla başlamaq istəyərdik. Buzovna qayaları Bakının rəmzidir. Həqiqətən də milyon illərin mirası olan bu qayalıqlar həm də təbii sərvətimizdir və bunu qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Bizim layihənin də əsas qayəsi bu ekoloji problemləri bir daha ictimaiyyətin diqqətinə çatdırmaqdır. Xoş gəlmisiniz. Hamınızı Azərbaycanımızın qədim və səfalı güşələrindən biri olan Buzovna torpağında salamlayıram. Layihənin çox gözəl və lazımlı məqsədi tarixi və təbii irsimizi qoruyaq. Onun əhəmiyyətini geniş auditoriyaya tanıdaq. Plenerdə rəsm adlı tədbirin iştirakçıları olan gənc rəssamlar qoy bugün tarixi və təbii irsimizi kəsanlar üzərində həkk edərək yaşasınlar. Yaşasınlar ki, irsimiz qoruyaraq tanıdaq irsimizi. Layihənin təşkilatçılarına, eləcə də plener iştirakçılarına uğurlar arzulayıram. Əziz dostlar, əziz həmkarlar, mən bu gün çox maraqlı bir hadisənin şahidiyəm, özüm çox xoşbəxt edirəm və bugün bu qayalara müraciət Cənab Prezidentin qayalar haqqındakı sərəncamı, fikri bu tək qayalar üçün deyil. Bütün Azərbaycanın, Abşeronun qədim tarixini saxlamaq məqsədi ilə. Qayalar əvvəl sözümüzü inciməsinlər, yetimi idi, indi onun yiyəsi tapılır. Yəni bu yiyəsi də sizlərdir. Özü mənim dostlarım, həmkarlarım o rəsmləri çəkəcəklər. O rəsmlər də bir tarixi hadisə olacaq. Hamısı cavan rəssamlar da, yaşlılar da var. Ancaq onların çəkdiyi rəsmlər çox maraqlıdır ki, axırda bunun bir sərgisi olacaq. Mən hesab edirəm ki, bundan sonra təşkilatı ola bilər ki, ayrı-ayrı yerlərdə də bu məsələni genişləndirsinlər və o yetlər yaddan çıxın, bir tarixi əsərlərə çevirsinlər. Çünki bu gənclərin indiki çəkdiyi rəsmlər 5 ildən, 10 ildən sonra başqa cür olacaq. Biz də onu eləmişik. Ona görə həmkarlarımı təbrik eləmək istəyirəm, təşkilatlara çox minnətdarlığımı bildirirəm ki, bu işə belə can yandırıblar. Və sonda qeyd eləmək istədiyimiz bir məqam da var. Ümumiyyətlə Buzovna ərazisində aparılan bütün ekoloji fəaliyyətlərin, ictimai fəaliyyətlərin eyni zamanda iməcliklərin, hansı ki 70-dən çox iməclik baş verir burada və bu dünyada bəlkə də heç bərabəri olmayan bir saydır. Və burada xüsusi ilə rol oynayan bir komandanı vurğulamaq istəyirəm. Buzovna və ətraf kəndlərdən olan ekoaktivistlərin birləşərək tarixi abidələr könüllüləri adlı bir komanda var ki, o komanda məhz bu proseslərin hamısında bilavasitə özü iştirak edib. Və bu qayaların azadlığı uğrunda olan hərəkatın təşəbbüskarı, başlanmasına təkan verən şəxsi biz bura dəvət etmək istəyirik ki, o hansı ki Buzovna qayalığını həmçinin yerli əhəmiyyətli dövlət təbiət qoruğu statusunun alınmasına da nail olmuşdur. Seyfullah Azərbəyi. Salam əziz qonaqlar, xoş gördük hər birinizi. Mən də bir Buzovnalı kimi burada toplaşmış hər bir qonağımızı, xalq rəssamlarımızı, əməkdar rəssamlarımızı, tanınmış simaları və ümumiyyətlə hər kəsi ürəkdən salamlayıram Buzovnalılar adından. Təşəkkür edirəm gəldiyinizə görə. Təbiət abidələrinə, milli sərvətimizə verdiyiniz yüksək dəyərə görə hər birinizə minnətdarlığımızı bildirirəm. Xəzri ilə Gilavar əsrlər boyu bir-biri ilə yarışıb, ötüşüb, küsüşüb, barışıb, bu əzəmətli qayalara naxışlar çəkiblər, naxışlar salıblar və bizim əcdadlarımız daim bu azad qayalıqlarda gəzib, təlatümlə qayalıqlara çırpılan dalğalarda öz qəlblərindəki təlatümü görüb, bu sahilə candan bağlanıblar. Bir zamanlar bura Mircavad Cavadov kimi dünya şöhrətli rəssamımız gəlib və bu əzəmətli sahilə məftun olub. Belə bir sənətkarın işığına toplaşıb bizim ünlü sənətkarlarımız, Səttar Bəhlulzadələr, Toğrul Nərmanbəyovlar, sonra Tahir Salahovlar və s. bizim görkəmli sənətkarlarımız Mircavadov işığına toplaşıblar və burada sənət əsərləri yaradıblar, bu sahilin sehrinə dalıblar. Zaman keçmiş, burada o həmin insanlar dünyadan köçmüş və bu sahilə zülm çökmüş. Bu sahil uzun illər zülmlə çarpışmış və şükür olsun ki, bu sahil nisbətən də olsa azadlığına qovuşmuş. Şükürlər olsun ki,
Allah bizə güc qüvvət verdi və biz Buzovnada qəhrəman buzovnalılarla birlikdə bu mübarizəyə başladıq. Buzovna qayalarını bugün Bakının rəmzi adlandırmış Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı əsasında, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı əsasında azadlığa çıxması üçün çalışdıq. 80% azadlıqda nail olmuşuq. Biz milli sərvətimizin keşiyində durduğumuz kimi icrası yarımçıq qalmış Prezidentimizin fərmanının da, dövlətimizin qərarının da keşiyindəyik. Bundan sonra da çalışacağıq. Ancaq bugün söz rənglər dilində danışa bilən insanlarındır. Bugün söz sənətindir. Sənətin dilini heç kim kəsə bilməz, sözünü heç kim kəsə bilməz və bugün sizin sözünüzü rənglər dilində eşitməyə xalqımız hazırdır. Mən əminəm ki, bugün Mirzabad Zabadovun da, Səttar Bəhluzadənin də, Toğrul Nərmanbəyovun da ruhu şaddır. Bugün onlara əyandır və əminəm ki, onların ruhu bugün sizə, təbinizə təb qatacaq və sizi bugün yaradacağınız sənət əsərlərində qüvvət olacaq. Sizə uğurlar diləyirəm, uğurlar arzulayıram və istəyirəm ki, açılışımızı burada ərazi ilə tanışlıqla davam edək və plenerdə rəsmimiz başlasın. Əvvəla, bugün burada təşkil olunan tədbirin təşkilatçılarına Sədaqət xanım və Ülkər xanım başda olmaqla burada iştirakçılara öz təşəkkürümü bildirirəm ki, bizim əzəmətli Buzovna sahilini boş qoymadılar. Burada gəlib tədbirlər keçirilməsinə təklif verdilər və bu günlər bu tədbir burada baş tutdu. Biz fikirləşirdik ki, nə eləmək olar? Ancaq ərazini azad etdikdən sonra, bura status aldıqdan sonra burada ancaq mədəni tədbirləri həyata keçirilməsidir. Bu günləri rəssamların bura gəlməsi, gənc rəssamların gözü ilə, rəssamlar bizim üçüncü gözümüzdür. Yəni insanlar, adi insanlar iki gözlə görürsə, rəssamlarda üçüncü göz var, hansı ki, onlar ətrafda olan bizim görə bilmədiklərimizi görürlər. Biz də bu günləri rəssamları bura dəvət etməyimizdə məqsəd odur ki, burada bizim gördüyümüz və görə bilmədiklərimizi təsvirləri öz tablolarını əks etdirsinlər. Mən onlara uğurlar arzu edirəm. İndi özüm də mütəmadi olaraq gəzəcəyəm. Özüm də memar olduğuma görə gəzəcəyəm, onların hər işlərinə baxacağam. Ümid edirəm ki, gələcəkdə də bu tədbirlər mütəmadi olaraq təşkil olunacaq. Mən özüm şad oldum ki, bu günləri qayalar azadlığa çıxdı. Yəni ki, bu qayalar bir vaxt hamısını tutmuşdular, salmışdılar türməyə, Kubik türməsinə. İndi ancaq bunlar hamısı qayalar azadlığa çıxdı. Uşaqlığımız bu qayaların üstündə keçib. Yəni ki, balıq tutmuşuq, mən özüm rəssamam. Ancaq işlədiyimiz qışın soyuğunda da, yayın istisində də bu qayaları biz həmişə tablomuzda yaratmışıq. Bu qayalar bir növ bizim mənbəyimiz olub. Rəssam ki, bir işləmək istəyir, onu güc alırmış bu qayalardan. Yəni ki, belə qayaları qorumaq lazımdır. Yəni bu təbiətin incisidir. Yəni doğrudan da ad qoyublar. Xəzərin incisi, doğrudan da bu qayalar təbiətin incisidir. Hesab edək ki, Allah özü sərgi kimi bu qayaları qoyub, dəniz rağında cəmaət gəlin baxın. Gör təbiətin necə gözəlliyi var. Buzovna qayalığında uzun illər bizim kinematografiyamız əzəmətli səhnələr bəxş edib incəsənətimizə, bizim kinomuza. Böyük sənətkarlar, ünlü sənətkarlarımız bu sahildə ilhamlanıblar və bu sahildə yaradıcılıqla məşğul olurlar. Ancaq burada təəssüf olsun ki,
zülm çökməsi ilə bu sahilə bizim mədəniyyətimiz tapdalandı, bizim milli sərvətimiz tapdalandı. Böyük zəhmətlərlə, buzovnaların qəhrəmanlığı ilə, böyük fədakarlığı, böyük əziyyəti ilə artıq Bakı kəndlərindən bura təşrif buyurmuş əziz, ziyalı insanların çəkdiyi ağır zəhmətlər sayəsində və cənab prezidentimizin verdiyi sərəncam sayəsində buzovna qayalığı 80% azadlığına qovuşub, 20%-i də mən inanıram ki, zaman-zaman çox çəkməz ki, öz azadlığına qovuşar.